Hər kəs salam. Bugün kimyəvi rabitə bölməsini izah edəcəm. Video başlamazdan əvvəl kanala abunə olsanız, video like atsanız sevinərəm. Bacardığım qədər asan yola izah etməyə çalışacağım. Siz də mənimlə birlikdə qeyd eləsəz sizin üçün daha aydın olar. Başlayaq. Deməli, deyirik, molekulda atomları bir-birinə bağlayan qüvvələrin cəmini kimyəvi rabitə deyilir. Bu nədir? Bu kimyəvi rabitənin bir tərifidir. Deməli, molekulda atomları bir-birinə bağlayan qüvvələrin cəmini kimyəvi rabitə dedik. Rabitə yaranarkən atomlar energetik səviyyələr tamamlanır. Rabitənin 4 tipi var uşaqlar. Birincisi kovalent rabitədir, ikincisi ion, üçüncüsü metal, dördüncüsü hidrogen rabitəsidir. Hər bir rabitə haqqında geniş danışacağıq. Başlayaq birinci kovalent rabitədən. Kovalent rabitə. Deyirik, elektromənfilik fərqlənmə, yəni eyni qeyri-metallar arasında yaxud qismən fərqlənən, yəni müxtəlif qeyri-metallar arasında olan rabitəyə nə deyilir? Kovalent rabitə deyilir. Yəni ya eyni qeyri-metal, bax, qeyri-metal ya eyni olmalı, ya müxtəlif. Amma kovalent rabitə qeyri-metallar arasında olur. Məsələn, bir qeyri-metal deyirəm, hidrogen. Bir dənə də qeyri-metal deyirəm, məsələn, oksigen, düzdürmü? Məsələn, HH, bu da kovalent rabitəni əmələ gətirir. Və yaxud da HO, bu da kovalent rabitəni əmələ gətirir. Və yaxud da OO, bu da nəyə əmələ gətirir? Kovalent rabitəni. HH eyni qeyri-metallar arasında, HO müxtəlif qeyri-metallar arasında baş verən rabitədir. İki növü var dedik. Bir qeyri-polyar kovalent rabitə. Deməli, bir qeyri-polyar kovalent rabitə, bir də polyar kovalent rabitə. Gəlin görək bu nə deməkdir? Qeyri-polyar kovalent rabitə çox atomlu bəsit maddələrdə olur. Yəni eyni növ qeyri-atomlar arasında biz nətər bayaq dedik? HH və yaxud da oksigen arasında 2 qat olur da, belə məsələn. Bu nədir? Bu qeyri-polyar kovalent rabitədir. Yəni eyni qeyri-metal atomlar arasında olur. HH, OO, məsələn, bax burada verib nə? Flor arasında, azot arasında, kükürt arasında, fosfor arasında. Bax, bunlar məsələn nədir? Qeyri-polyardılar. Gəlin göstərək. Bax, H2 dedik, flor 2 dedik, N2 dedik, O2 dedik, S8 dedik, P4 dedik. Görürsünüzmü? Bunlar nədir? Bunlar oldu qeyri-polyar kovalent rabitə. Yəni eyni qeyri-metallar arasında. Ümumiyyətcə kovalent rabitə sadəcə qeyri-metallar arasında baş verir. Deməli, kovalent yalnız nə? Qeyri-metal arasında baş verən rabitəyə deyildir. Və sonda polyar kovalent rabitə nədir? Bunun əksi, yəni müxtəlif qeyri-metallar arasında olur. Məsələn, H2O-da hidrogen oksigen arasında. Görürsünüzmü? İkisi də qeyri-metaldır və ikisi arasında olan nədir? Polyar kovalent rabitədir. Məsələn, deyək H ilə flor, düzdürmü? Məsələn, H, bir xətt flor. Nə oldu bu? Oldu polyar kovalent rabitə. Yəni müxtəlif qeyri-metallar. Baxın, biri hidrogendir, biri flordur. Və yaxud da H, xlor, yenə müxtəlif qeyri-metallar oldu. Və yaxud da nə deyirəm? H3 brom, yenə eyni şeydir. Sonra NH3-ə baxaq. NH3, bax. 3 dənə hidrogeni var, düzdürmü? Bir xətt buradan çıxardıram. Aşağıdan yazım. NH3, bax, azotdur. Birini buradan çıxarırıq, birini buradan, birini də buradan. Gördünüzmü? Bunun rəngini dəyişim. Burada yenə müxtəlifdir. Yenə azotdan hidrogen burada yenə müxtəlifdir. Azotdan hidrogen yenə burada müxtəlifdir. Bu oldu nə uşaqlar bizdə? Oldu polyar kovalent rabitə. Bunu çaşırsınızsa belə yadınızda saxlayın. Baxın, bir var dedik qeyri-polyar. Bax, qp 2 dənədir, amma bir arasında olur. Yəni bir dənə olmalıdır qeyri-metal, bir qeyri-metal. Amma polyarda, bax, polyar bir hərf var, bir p. Amma burada qeyri-polyar 2. Burada isə birin tərsi 2 dənə olur. Yəni 2 müxtəlif qeyri-metal, 2 müxtəlif qeyri-metal arasında baş verir. Yəni çaşmamağınız üçün belə də bir metod dedim ki, yəni belə də istifadə eləyə bilərsiniz istəsəniz.
sizə uyğundursa əgər. Kovalent rabitənin özü 2 mexanizmdən yaranır. Bu mexanizmlər, hansı mexanizmlərdir? Bunu sileyim. İzah eləmək üçün. Aha. Deməli, bir dedik mübadilə mexanizmi ilə olur bu. Bunu rəngini dəyişim. Bir dedik mübadilə mexanizmi ilə olur. Bir də donor akseptor mexanizmi ilə olur. Mübadilə mexanizmində deyilir ki, tək elektronların cütləşməsi. Yəni, məsələn, hidrogendən bir dənə verir, xlordan bir dənə verir. Olur H-xlor, məsələn. Ya burada hidrogen hərəsi bir dənəsini verir azota. Nə oldu? Bax, bu. Bayaq da çəkdik biz bunu. H, buradan, H, buradan, H da buradan. Yəni, bu oldu nə? Mübadilə mexanizm tək elektronların cütləşməsi hesabına yaranır. Və sonra donor akseptor mexanizm nədir? Bir atomun bölünməyən elektron cütü digərinin boş orbital hesabına əmələ gəlir. Bax, bu, bir də buradakı boş orbital. Birinə birləşirlər nə oldu? A donordur, B akseptordur. Yəni, A verdi, B akseptor da aldı. Donor akseptor rabitəsindən yarananlar hidroksoniumdur, CO-dur, amoniumdur, NH4+-dur. Gəlin hər birini göstərək. Bax, deməli biz desək donor akseptor rabitəsinin əmələ gələn birləşmələri seçin desə, bir seçəsiz bu 3 birləşməni. H3O+, CO, bir də NH4+ və bu üçü də nə ilə əmələ gəlib? Donor akseptor mexanizmi ilə əmələ gəlib. Siz də qeyd edin uşaqlar. Gəlin görək hərəsində donor hansıdır, akseptor hansıdır. Birinci H3O müsbətdən başlayıram. Birinci H3O müsbətdən başlayırıq. Deməli, burada nə edir uşaqlar? Bax, H3O-da oksigen, O, dəqiqə, bu hidrogen, aha, hidrogen. Burada bir hidrogen çərçivələyirik. Plusunu da yazmalıyıq axı. Burada yazdıq bir plus. Aha, bu bunun açıq şəkildə göstərişidir və bu H3O açıq şəkildə göstərişidir. Burada donor verən tərəfdir. Tamam mı? Donor verir. Akseptor da götürən tərəfdir. Necə akseptor? Boş orbital var idi. Bax o. AB ilə işarələmişdik bayaq. Donorumuz oksigendir, akseptorumuz hidrogendir. Tamam mı? Rabitə yaradan da 6 elektronu var. Gəlin burada elə göstərək. 6 elektron var. Bunun 4 elektronu oksigenindir, 2 elektronu hidrogendir. Yəni 4 dənəsi donordur, 2 dənəsi də akseptordur. Sonra gəldik burada CO-ya. Görürsünüzmü? 3 xətt göstəririk. Bunu silim. Aha. CO-da nətər göstərir? Bax, düzdürmü? Oxun da biri nə deməkdir burada? Oksigen donordur, akseptor karbon. Yəni 2 karbon, düzdürmü? 4 dənə də oksigen. 6 dənə eləyir də burada. 3-də 2-yə vuranda 6 eləyir. Bunun ikisi karbonun, 4 oksigenindir. Yəni 2 karbon verir, 2 akseptor alır, 4 oksigen donor verir. Bax, bunu göstərir burada. Bunu əzbərləməlisiniz uşaqlar. Çünki soruşur məsələn, CO-da neçə faiz donordur, neçə faiz akseptordur. Onu da sizdən soruşur. Deyəz 6 elektron var. Bunun ikisi karbon, yəni ikisi akseptordur. 4 oksigen, yəni 4'ü də donordur. Onu demək istəyir. Sonra gəldik NH4 müsbətə. Bax, bunu da yenə bayaq necə H3O müsbət yazdıq. Eyni şəkildə. Hidrogen 4 dənə olmalıdır, düzdür? Bax, azot yazırsınız. Azotdan 4 dənə xətt çıxardırsınız. Qalan 4 dənə xəttdən də 4 dənə xəttdə hidrogen birləşdirirsiniz. Hidrogen, 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 hidrogen və transkript alırsınız və bir dənə də qırağına müsbət qoyursunuz. Burada da donorumuz azotdur, akseptorumuz hidrogendir və 8 elektronu var bunun da. Bunun 5'i azotun, yəni 5 dənəsi donordur, 3 dənəsi hidrogen, 3 dənəsi akseptordur. 5 dənə donor verir, 3 dənə də hidrogen akseptor alır. Ay Şükran, donor verən idi elə? Düz deyirəm də? Telefona baxsan sən. Sonra biz gəldik. Burada bir qeyd yazmışam sizlər üçün. Mən lütfən silim. H2O2, C2H6, C2H4. Bunlar həm polar, həm qeyri-polar kovalent əmələ gətirir. Niyə? Çünki burada hidrogen bu şəkildə göstərib. Bir dəqiqə. Bax, hidrogen, oksigen, oksigen, hidrogen. Açıq şəkildə budur.
Yəni bir dənə bunun rəngini dəyişim. Bax, hidrogen, oksigen arasında, müxtəlif qeyri-metallar arasında nə olurdu? Polyar. Düzdürmü? Polyar kovalent rabitə olurdu. Eyni şəkildə bax burada da nə var? Polyar kovalent. Ancaq onu da sizə deyim ki, oksigenlərin arasında da eyni qeyri-metallar arasında da qeyri-polyar var. Kovalent. Ona görə biz deyirik ki, H2O2 arasında həm polyar kovalent rabitə var, həm qeyri-polyar kovalent rabitə var. Bu da bu şəkildə uşaqlar. Eyni şəkildə gəlin C2H6-ya baxaq. Bir dənə bunun rəngini dəyişim. Hə, denə. 3 fevraldan 4 fevrala kimi gedir. Nətər yəni? Yəni 3 fevralın gecəsindən 4 fevral səhərin kimi davam edir. Bəs 2-3-ü? 2 yoxdur, 3-ündən. Dal haqqı. 3-ü gecədən, yəni gecədən. Hə. 4-ü səhərə kimi gedir. Həqi, Hə. dəqi. Hə. Denə 2026 təqviminə əsasən denə. Onun 2026 əsasən deyil. Ona bu gecədir. 2026-cı il Barayət gecəsi təqviminə görə bu belədir. Yəqin bu keçən ilkinə görə deyibdi. Yaxşı, sabah eləyərik onda. Səhər vaxtı sənin tək günə düşəcəkdi. Hə. Tamam. Səhərə kimi var vaxtı. Tamam. Qopdan çəkim. Hə, burada məsələn necə olur? Məsələn, karbonların arasında və buralardan da hidrogenlər çıxardırıq. C2H6-nı açıq şəkildə yazıram. C2H6 nə idi uşaqlar? Alkan, düzdürmü? C2H6 alkan idi. Hansı formula əsasən? CnHCN+2 formulunun əsasən ikinci nümunəsi etan olurdu. İndi gəlin burada aydınlıq gətirək görək. Niyə burada həm polyar kovalent rabitə var, həm qeyri-polyar. Baxın, burada görürsünüz də H karbon arasında, H karbon arasında, karbon H arasında, H karbonlar və bunların hamısında nə var uşaqlar bizdə? Müxtəlif qeyri-metallarda polyar. Yəni dedik ki, biz karbon hidrogen arasında oldu nə rabitəsi? Polyar. Ancaq unutduğumuz bir şey var. Burada karbonları da var axı. Bu karbonlar arasında da eyni qeyri-metallarda, düzdürmü? Oldu nə? Qeyri-polyar kovalent rabitə. Bax bu şəkildə göstərdik. Yaxşı, gəlin onda biz sigmadan danışaq, pi rabitəsindən danışaq. Görək sigma rabitə nədir, pi rabitə nədir və bunlar necə tapılır? Uşaqlar, danışırıq iki rabitə haqqında. Bir dəqiqə. Aha, bir var bizim sigma rabitəmiz, bir var bizdə pi rabitə. Sigma rabitə tək qatdır və tək qat. Pi rabitə isə 2 qatdır və ya 3 qatdır. Yəni bunların ikisi də rast gəlinir. Deməli, tək qat rabitələrin hamısı sigmadılar. Tək qat rabitələr S arasında oldular. Nə arasında oldular? S. Aha. Bunu biraz gözləmək lazım deyəsən. Olsun qırmızı sonra. Ay Allah, bir dəqiqə. Oldu mu? Olmadı. Səhviyə girmişim. Hə, oldu. S arasında nə oldu? Sigma rabitə oldu, düzdürmü? Eyni şəkildə S-lə P arasında. Niyə? Çünki bir S, bir P. Gördünüzmü? Bunların arasında tədqiqat oldu. Amma 2 dənə P arasında uşaqlar pi rabitə olur. 2 dənə pi birləşir, 2 dənə pi birləşir. Bir bizə pi-ni verir. Yəni 2 P birləşir, bir pi-ni verir bizə. Yadınızda saxlayın. 2 P bizə bir pi-ni verdi. Sonra SP2, SP2'lər, SP3, SP3, SP, SP, SP2, SP, SP2, SP3 hibrid orbital, S, SP2S, SP3S, SPS hibrid orbitalı P örtülməsindən yarana bilirlər. İndi gəlin bunların hamısını sizə izah eləyək. SP2 nə deməkdir? Bunu hibridlərini də göstərəcəm. Ona görə dairələr görürük, düzdürmü? Dairələr. Bu dairə ümumiyyətcə bizə S işarəsidir. Tamam mı?
Ancaq bu bizdə nədir? P-dir. Yəni S ilə işarələmək istəyirsə dairə çəkəcəksiniz. P ilə işarələmək istəyirsinizsə bir dənə sonsuzluq. Yəni üzülü sayını yaxşı çəkməlidir. P-lər bu şəkildə olmalıdır. P-si olması üçün. P-si olması üçün üzülü sayın. Aha, P-si olması üçün. Bu şəkildəsə bu sigmanı əmələ gətirir. Baxın. Sigma, P, P. 2 qat rabitənin biri P-dir, biri sigma. 3 qat rabitənin ikisi P-dir, biri sigmadır. Məsələn, bizə verib bu bir xət. Düzdürmü? Bu bir xət əlbəttə ki, nədir? Sigma. Və yaxud da verdi 2 xət. Düzdürmü? Bunun bir dənəsi sigmadır. Bir dənəsi pi-dir. İndi gəlin 3 qatda göstərək. 3 qat verdi. İndi bunu nətər göstərik? Bunun yenə biri sigma olur ay uşaqlar. Pi çəkdim. Biri sigma olur. 3 dənə də biri sigma olanda ikisi də nə olur? Pi olur. Bax bu şəkildə göstərdik. Gəlin indi buradan biz sigmanın pini tapaq bir dənə nümunə üzərində. Yazıram karbon, karbon, karbon. Bura bir 2 qat çəkim. Aha. CH3, CH, CH2. Pi rabitəsi. Aha. Əlbəttə ki, bunun biri pi'dir. Düzdürmü? Biri də nədir? Sigmadır. Bu öz qaydasında. Biz CH2-də açıq çəksəydik əgər, görürük ki, bu şəkildə olur. Yəni, hidrogen sayı qədər sigma var. Nə qədər oldu? 2 dənə sigma burada. Burada bir dənə karbon hidrogen arasında. Bir sigma burada. Burada karbon, birləşik karbon. Bir sigmamız da burada. Burada karbonla hidrogen arasında bax belə. Karbon, hidrogen. Buradan bir hidrogen, buradan da bir hidrogen. Neçədən oldu? 3 dənə. 3 sigma da bax burada olur. Cəmi deməli bizdə oldu sonda 1 pi. Sigmalara baxın. Biri burada, ikisi burada 3, biri burada 4, biri burada 5, üçü də burada 8. 8 dənə nə oldu? Sigma rabitəsi olmuş oldu. Gəlin burada baxaq indi biz. Baxın, ikisi burada. Sigmanın. Biri burada 3. Biri burada 4. Karbon hidrogen arasında. Karbon hidrogen arasında biz tapdıq nə qədərdir? 4 dənədir. Gəlin karbon karbon tapaq. Biri karbon karbon bax 2 qatdan biridir. 1. Biri burada 1. Biri də bu 3 qatdan biri. Karbon karbon sigmada oldu 3. Yəni toplam 7 sigmamız. Pi də ki bax bu 2 qatdan biri pi'dir. Bu 3 qatdan da ikisi pi. 2 üstə gəl 1, 3-dən də pi rabitəmiz olmuş oldu. Danışırıq ion rabitəsindən. İon rabitəsi metal və qeyri-metal atomlar arasında olur. Biz necə bayaq dedik, kovalent rabitə yalnız qeyri-metallar arasında olur. Amma müxtəlif də ola bilər, eyni də ola bilər. Amma ion rabitəsində deyirik ki, sadəcə metal və qeyri-metal arasında olur. Biri metal olmalıdır. Dəqiq bunu səliqəli yazım. Bax, bir metal, bir qeyri-metal birləşdi. Nə oldu? İon rabitəsi. İon rabitəsi. Məsələn, dəmir 2O3 düzdürmü? Dəmir metaldır, oksigen qeyri-metaldır. Və yaxud da natrium xlor. Natrium metaldır, xlor qeyri-metaldır. Və yaxud da kalium 2S. Kalium metaldır, kükürt qeyri-metaldır. Bəzi birləşmələr olur ki, orada həm ion rabitəsi də olur, həm də kovalent rabitə olur. Məsələn, dəmir SO4. Dəmir SO4-də oksigen 2 valentlidir, bu heç. Dəmir 2 müsbət 2-dir, düzdürmü? Oksigen mənfi 2-dir. Gəlin buradan kükürdü tapaq. Oksidləşmə dərəcəsini müsbət 2, bir kükürdə də bir x deyək. Üzərinə gəlirəm x. Bu müsbət 2 yazmaq üçün də zaten. Mənfi 2-ni 4-ə vuram 8 bərabər 0-a. Aha, x-imiz bərabər ilə 6 bərabər 0-a. X-imiz deyilir buradan müsbət 6. Aha, kükürdə tapdıq, bu x-i silim onda buradan. Kükürdümüz oldu neçə? Müsbət 6.
Aha. Baxın, burada həm ion rabitəsini görəcəyik, həm də kovalent rabitəni görürük. Necə? İon rabitəsi nəyin arasında olurdu? Metal və qeyri-metal arasında. Kovalent rabitə isə qeyri-metal plus qeyri-metal arasında olurdu. İndi dəmirlə oksigen, dəmir metaldır, oksigen qeyri-metaldır. Bax, burada oldu bizdə bir dənə ion rabitəsi. Eyni şəkildə burada da yenə oldu nə? İon rabitəsi. Çünki oksigen qeyri-metal, dəmir metal. Amma burada oksigenlə kükürt arasında. Kükürddə oksigen də qeyri-metaldır. Yenə burada kükürddən oksigen qeyri-metaldır. Və burada da biz oldu nə? Kovalent rabitə. Gördünüzmü? Həm ion rabitəsinə rast gəldik, həm də kovalent rabitəyə rast gəldik. Eyni şəkildə bu digər birləşmələrdə də natrium 2CO3-də də, kalium 2SO3-də də rast gəlir. Həm ion, həm qeyri-polyar kovalent rabitə. Məsələn, gəlin natrium 2O2-ni göstərək. Bax, yazırıq natrium, oksigen, oksigen və yenə bir dənə natrium. Baxın, burada görürsünüz, rəngini dəyişim. Hə. Bax, bu ikisi arasında biri metaldır, biri qeyri-metaldır. Nə var? İon rabitəsi. Amma oksigenlə oksigen arasında isə ikisi də qeyri-metaldır. Kovalent rabitə. Yenə burada oksigen natrium arasında ion rabitəsi var. Eyni şəkildə digərlərində. NH4 duzlarında da həm ion var, həm də polyar kovalent rabitə var. Duzlarında deyir uşaqlar. Yəni NH4-ün özünü demir. Məsələn, NH4 yəni hidrogenin əvəz olunmuşlarda onu demək istəyir. Məsələn, deyirik H2SO4 deyirik də, düzdürmü? İndi burada hidrogeni yerinə gətirib NH4 qoyuruq. NH4 2SO4 kimi olur. Yəni duzlarında da həm ion, həm də yəni NH4 sanki ola metal kimi gəlir. Ona görə həm ion, həm də biz nəyi görürük orada? Polyar kovalent rabitəni görmüş oluruq. İndən lövhəni silim. Gəlin ion və kovalent rabitələrin sayını tapaq. Bunu da testlərdə biz görürük. Müəyyən bir birləşmənin üzərində izah edəcəm. Məsələn, götürək. Burada verilib, amma biz başqa nömrə götürək. Kalium 2SO4 götürək, məsələn. Biz bir tapmalıyıq ümumi rabitənin sayını. Bax, ümumi rabitənin sayını soruşacaqlar bizdən, ümumi rabitə. Bir bizdən soruşacaq kovalent rabitənin sayını. Bir də bizdən soruşacaq ion rabitənin sayını. Ben gəlin bunların yerini dəyişib tapım, ardıcıl. Yəni ion, bir də kovalent. Aha. Deməli, uşaqlar, ümumi rabitəni tapanda oksigenin sayını oksigenin valentliyinə vurmaq lazım. Neçədən oksigen var? 4. Valentliyi neçədir? 2. 4-ü 2-yə vurursunuz, oldu ümumi rabitənin 8. İyon rabitəni tapanda metalın sayını metalın valentliyi. Neçə metal var? 2. Kaliumun valentliyi neçədir? 1. Yəni biz 2-ni vururuq 1-ə. Neçə elədi? 2. Ümumi tapdıq. İyonu tapdıq. Biz də bilirik ki, zaten ümumi rabitə bərabərdir kovalent plus iyona. İndi aşağıda ümumi tapdıq biz nə qədər? 8, düzdürmü? İyonu tapdıq 2. Kovalenti necə taparıq? İyondan ümumi çıxarıq. Yəni 8-dən 2-ni çıxarıq, o da eləyər 6. Bir digər nümunənin üzərində izah eləyək ki, sizin üçün daha aydın olsun. Məsələn, deyirəm, kalsiyum 3, PO4, 2. Düzdürmü? Yenə mən burada tapmalıyam ümumi rabitə. Sonra tapmalıyam iyon rabitəsini. Tapmalıyam kovalent rabitəni. Ümumi rabitəni tapanda oksigenin sayını, yəni 4-ü 2-yə vuram. Neçə oksigen var burada? 8 oksigen. Valentliyi də 2 oksigenin. 8-i vururam 2-yə, elədi 16. Çaşmayan, yəni oksigen burada 4 vuraq 2 qədərdir. Mötərizənin qırağındakı 2-yə vurmalıyıq. Bu oksigen sayını göstərim. Oksigen valentliyi 2-dir. Ona görə 8-i 2-yə vurdum, elədi 16. Sonra iyon tapanda metalın sayını, metalın valentliyi, kalsiyum neçə valentlidir? 2. Sayı neçədir? 3. 3-ü vururam 2-yə, elədi 6.
Kovalent tapanda ümumidən kovalent iyonu çıxıram. 16 çıxaq 6 elədi 10. Bax bu şəkildə. Biz buradan iyonu, kovalenti, ümumi rabitənin sayını tapmağı öyrəndik. İndi gəlirik NH4 duzlarında necə tapılır? Məsələn, burada verib NH4 3PO4 düzdürmü uşaqlar? NH4 3PO4. Deməli, yenə burada ümumi rabitənin sayını tapmaq üçün nə edirik? Bunu belə yazmıram. Deməli, yenə buradan mən tapıram ümumi rabitənin sayını, düzdürmü? Deməli, ümumi rabitə. Ümumi rabitə bir oksigen sayını, oksigen valentliyinə vuraq, bayaq tapdığımız kimi. 4-ü 2-yə vuraq, amma bu bəs eləmir. Bir də burada 4-ü 3-ə vururuq, nə qədər eləyir? 12. Hidrogenin də valentliyi nə qədərdir? 1. Bax bu şəkildə. 4-ü 3-ə vurduq, hidrogen sayı 12. Bax bu 4-ü vurduq, 2 üzərinə də gəlirik. 12-ni vururuq, hidrogen valentliyi 1-ə, 12. 12-nin üstünə 8 gəlirik, eləyir 20. İyonda isə uşaqlar, iyonda NH4 sayı qədər, yəni neçə dənə NH4-ümüz var? 3 dənə. Deməli, iyon rabitəsi 3-dür. Kovalent tapanda ən rahatı. Ümumidən iyona çıxırıq. 20-dir. 20-dən 3-ü çıxıram, eləyir 17. Kovalent rabitəmiz də oldu 17. Gəlin metal rabitəsinə baxaq. Metal rabitəsi. Uşaqlar, metal rabitəsi adından da göründüyü ki, metallarda olur. Məsələn, kuprum metaldır, xrom metaldır, alüminium metaldır, dəmir metaldır. Harda metal gördürsə, bu nədir? Metal rabitəsidir. Və nə hesabına yaranır soruşsa da, uşaqlar, deyirsiniz ki, nə hesabına yaranır metal rabitəsi? Sərbəst elektronlar hesabına. Danışaq biz, bunun rəngini dəyişim, sıxıldım bu rəngdən. Danışırıq biz hidrogen rabitəsini. Hidrogen rabitəsi, biz necə dedik bayaq, iyon metal, qeyri-metal arasında olur. Kovalenti dedik, ya kovalent eyni qeyri-metallar arasında olur, ya da müxtəlif qeyri-metallar arasında olur. Hidrogende isə deyirik ki, hidrogen və plus ya flor, ya oksigen, ya da azot arasında olur. Tamam mı? Bax, bunu deyirik. Hidrogen plus yanında ya flor, ya oksigen, ya azot olmalıdır ki, bu birləşməmiz bizə nə versin? Hidrogen rabitəsini versin uşaqlar. Hidrogen rabitəsini versin. Məsələn, görürsünüzmü? Gəlin bir flora uyğun birini yazaq. Yanına H flor. Gördünüzmü? Oksigenə uyğun birini yazaq. H2O. Azota uyğun birini yazaq. NH3. Bax bu şəkildə. H flor da H2O da NH3-dür. Bu üçü bir yerdə bizə nəyi verir? H rabitəsini, hidrogen rabitəsini. 3 nöqtə ilə göstəririk. Bax, elə bildim fosfordur. 3 nöqtə ilə göstərdik. Məsələn, deyirik ki, üzvü maddələrdə də olur. CH2OH, CH5OH bunlarda da olur. Ancaq bərk və mayelərdə olur. Qazlarda hidrogen rabitəsi olmur. Hidrogen rabitəsi deyirik həm iyon rabitəsindən, həm kovalent rabitəsindən də zəifdir uşaqlar. Burada bir də bir qayda var. Çox rast gəlməsəz də, amma müəyyən testlərdə görəcəksiniz. Buna da diqqət yetirin. Həm də ilk anlayışlar təkrar eləmiş olarıq. Bax, biz deyirik su bərk halda olur, düzdürmü? Bərk. İndi burada suyun üzərində işarə eləyiblər. Amma yaxşıkən biz də suyun üzərində işarə eləyik. Bax, H2O bu bərk yazıram. Tamam mı? Sonra H2O mayedir. H2O qazdır. Tamam mı? Maye, bərk, qazdır. Ya da oxu belə də qoya bilərik, belə də qoya bilərik. Ox belə də ola bilər, ox belə də ola bilər. Biz demişdik ki, bərkdən mayeye keçirsə ərgir, mayədən qaza keçirsə buxarlanır, qazdan mayeye gəlirsə kondensasiya eləyir, mayədən bərkə gəlirsə donur, bərkdən qaza keçirsə bu hadisəmiz olurdu sublimasiya, qazdan bərkə keçirsə desublimasiya olurdu. Desublimasiya.
Bu öz qaydasında bunu sadəcə yadımıza düşsün deyə dedim. İndi silə bilərik. Beynimiz qarışmasın. Aha. Beynimiz qarışmasın. Sadəcə burada deyirik ki, uşaqlar 1 və 2 rabitəsində, yəni 1 və 2 rabitəsi, bax bu rabitələrimizdir. Bu 1-dir, bu 2-dir. Yəni bərkdən maye arasında, bərkdən maye, mayədən qaza. Hidrogen rabitəsi saxlanılır. 3 rabitəsi bu rabitəsidir. 4 də budur. 4 rabitəsini, yəni mayədən qaza keçəndə qırılır. Qazdan təzədən maye gəlirsə nə edir uşaqlar? Yaranır. Bunu yadımızda saxlayırıq. 1-2 rabitəsində, yəni bərkdən maye, mayədən bərkə saxlanılır. 3-də, yəni mayədən qaza keçməksə buxar nədir? Qaz. 3-də qırıldı. Hidrogen rabitəsi 4-də yenidən yarandı. Qaz halında olan maddələrdə də dedik hidrogen rabitəsi yoxdur. Bax bu şəkildə göstərmiş olduq. Aha. Uşaqlar, spirtin suda məhlulu verilərsə, bu həm su sudur, həm də spirt sudur, həm də spirt arasında göstərilir. Yəni deməli hidrogen rabitəsi 3 halda da özünü göstərir. Bunları da testlərdə görəcəksiniz. Yəni həm su, həm spirt su, həm də spirt arasında. Və yaxud da sizə məsələn suyu deyəcək A-dır, spirtə deyəcək B-dir. Siz deyəsiniz ki, həm A arasında olur, həm A-B arasında oldu, həm də B-B arasında olur. Yəni bu üçü də doğrudur. Tamam mı? Gəlin danışaq hibridləşmədən. Hibridləşmə nədir? Uşaqlar, hibridləşmənin 3 növü var. SP hibridləşmədir, SP2 hibridləşmədir, SP3 hibridləşmədir. Əgər fəza halında soruşursa bu SP3-dür, müstəvi soruşursa SP və SP2-dir. SP hibridləşmədən danışaq birinci. S var, bir də P var da gördüyünüz kimi. 1 var, 1 S var, bir də P var. Deməli 2 dənə orbitalımız oldu. 1 S orbitalı, 1 P orbitalı. 2 orbitalımız oldu. S-ə yumru dedik, P-yə də sonsuzluq işarəsini işarələdik. Bu öz qaydasında. SP hibridləşmə olmaq üçün 3 qat rabitə fərzdir. Sağında və solunda birində nə olmalıdır? 3 qat rabitə olmalıdır. Ya sağda, ya solda. Məsələn, bu şəkildə və yaxud da bu şəkildə. Və yaxud da hər iki tərəfindən də 2 qat çıxsa bu nədir? SP-dir. Deməli, SP olması üçün, bir də təkrar eləyirəm, ya belə olmalıdır, ya da belə olmalıdır ki, buna olsun, SP olsun. Bu şəkildə. Məsələn, bax, göstərilib. İkisi də SP-dir. SP2-yə gəlin, baxaq uşaqlar. SP2, gördünüzmü? Bir dənə S-i var, 2 dənə P-si var. 3 dənə nə oldu? Orbital oldu. 3 orbitalımız oldu. Bucaq burada 120 dərəcədir. Yadımızda saxlayırıq. Və adətən 3-cü qrup elementlərini biz bura aid eləyirik. Məsələn, bor fluor 3 görsəz, bor xlor 3 görsəz, bor yod 3 bunlar nədir? SP2-dir. Uzunluq 0,34 nanometrdir və SP2 olması üçün də 2 qat fərzdir. Yəni 2 qat olmalıdır. Baxın bu şəkildə. Karbon 2 xətt çıxırsa nədir bu? SP2-dir. Bax, SP2 oldu karbonların ikisi də. Bu şəkildə uşaqlar. Dedik uzunluğumuz nə qədər oldu SP2-də. Yəni, yaxınlaşdırım. SP2-dən qısa məlumat veririk. Bu nədir? SP2-dir. Bax, SP2, SP2. Sonra dedik bucağımız 120 dərəcədir. Uzunluğumuz 0,34 nanometrdir və 3 dənə də orbital oldu. Yəni, biri S, ikisi də P oldu bu şəkildə. Və dedik burada 3-cü qrup, yəni məsələn bor fluor 3-ü dedik, bor xlor 3-ü dedik, bura aid olmuş oldu. Bəs SP3 hibridləşmə nədir onda? Oy, pozanı seçmişəm. SP3 hibridləşmə nədir onda? Yenə SP3 hibridləşmədə bucaq 109. Bayaq biz demədik uşaqlar, SP-də isə SP-də
bucağımız olur 180 dərəcədə. Sonra SP2-də dedik nə qədərdir? 120 dərəcədir. SP-də isə bucağımız 109 dərəcə 28 dəqiqə olur. SP3-də üzr sayın. Aha. SP3-dən indi danışaq. Burada bucaqları qeyd elədim. İndi SP3-dən danışaq. Bax, SP3-də də bir dənə S-i var, 3 dənə P-si var. Cəmi elədi 4 dənə orbital, düzdürmü? Və SP3-də tək xətt olur. Tək xətt, füsyon. Sağ, sol tək xətt olmalı. Bax, tək xəttdə. Bu şəkildə. Məsələn, NH2 biz nətər göstəririk? Azot, 3 dənə hidrogen çıxardırıq. Görürsünüzmü? Ancaq tək xəttdir. Bunların hər biri SP3-dür. Amma bunlarda istisnadır uşaqlar. NH3 107 dərəcə 3 dəqiqə, H2 104 5-dir. Hibrid orbital 3 hidrogen var üzərinə 1 gəldi, yenə burada da 4 dənə oldu. Rabitə yaratmasında isə uşaqlar, bax 3 dənə var. Biri buradadır, biri buradadır, biri buradadır. Yəni 3 dənəsi. H2O-da isə hidrogen, O, hidrogen. Görürsünüzmü? Burada da 2 dənə. Biri burada, biri burada. Deməli, rabitə yaradanlar NH3-də 3 dənə, suda isə 2 dənədir. Gəlin biz bir dənə uzun birləşmə yazaq və hər birində göstərək ki, burada SP2 hansıdır, SP hansıdır, SP3 hansıdır. Məsələn, göstərək. Karbon 1, 3, 4, 5, bir dənə də 6 çəkək. Buna bir 2 qat deyirəm. Buna bir 3 qat deyirəm. İndi gəlin buna baxaq uşaqlar. Hidrogenləri tamamlaya da bilərik, tamamlamaya da. Bunun sağına baxırıq, 2 qatı var, düzdürmü? Deməli oldu bu nə? SP2. Bunun da sağında solunda birində 2 qat var, birində tək qat var. Hansı çoxdur? 2 qat. Onda SP2-dir. Burada sağı 3 qatdır, onda olur SP. Çox olan tərəfə baxırıq. Burada da yenə solunda 3 qatı var, olur SP. Burada hər iki tərəf tək xətdir, olur SP3. Yenə bunda sol tək xətdir, olur SP3. Baxın bu şəkildə göstərmiş olduq. Uşaqlar, qeyri-hibrid orbitalını tapmaq qaydasında gəlin sizə öyrədim. Bunun üzərində elə taparıq. Qeyri-hibrid orbital sayı necə tapılır? Qeyri-hibrid orbital sayını tapmaq üçün hidrogen üzərinə 2 vuraq pi gəlir. Bax, 2 vuraq pi. Yəni, hidrogen sayı nə qədərsə, pi-nin sayını 2-yə vurub toplayırıq. Baxın, gəlin buradan tapaq. Burada 2 qat varsa H2 olur. Amma bunu səliqəsi yazmışam. Gəlin buradan bir dənə fərqli nümunə göstərim sizlər üçün. Daha aydın olsun. Məsələn, deyirəm karbon, 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 karbon. Bura bir 2 qat yazıram. Tamamlayaq indi. H2, H da 2. H3 daha doğrusu. Bu da 3 olmalıdır onda. Aha, H3, H3. Hidrogen sayı nə qədərdir? 3'ü burada, biri burada 4. Biri burada 4. 2, 3, 5, 5, 3, 8. Aha. Hidrogen sayımız oldu 8. Pi'si də uşaqlar. 2 dənəsindən biri pi'dir. Düzdürmü? Yəni 1 pi'si var. Biri də 2'yə vuranda 2 eləyir. Cavabımız oldu 10. Deməli 10 dənə qeyri-hibrid orbital sayı var. Bu şəkildə. Ümumi orbital sayını tapmaq üçün isə uşaqlar, ümumi rabitənin sayı, yəni ümumi rabitə nədir? Sigma, bax, ümumi rabitə sayı bərabərdir. Sigma üstəgəl pi. Sigma ilə pi biri ümumi rabitəni verir. Onda deyirik ki, ümumi orbitalda bərabərdir. Ümumi rabitənin sayını 2'yə vurmaqla tapılan. Yəni, tez-tez yazanda sərgəs yaza bilərəm. Ümid edirəm, anlayışla qarşılayarız. Aha, burada belə bir qaydamız var. SP2S necə tapılır? Bəs, uşaqlar. Aha, sigma SP2S isə uşaqlar, yəni SP2 karbonun yanında hidrogen sayı deməkdir. Məsələn,
Burada sp2 karbonlarımız hansılardır? Bu nədir? Tək xətt sp3. Bu nədir? sp2. Bu da sp2. Görürsünüz, sp2 yanındakı karbon hidrogenin sayı. Yəni burada bir dənə, burada bir dənə. Deməli, onda biz deyirik ki, sp2s nə qədərdir? 2 dənə olmuş oldu. Aha, danışaq indi biz kovalent rabitənin xassələrindən. Biz bundan danışdıq ki, uşaqlar 2 qat arasında uzunluq %34 nanometrdir, 3 qat arasında %20 nanometrdir, tək xətt arasında %34 nanometrdir. Biz hətta nə dedik? Dedik burada bucağımız 120 dərəcədir. Səliqəli yazın. Aha, bax burada dedik bucaq 120-dir. Burada tək xəttdə dedik 109 dərəcə 28 dəqiqə. Burada isə 3 qatda 180 dərəcə olmuş oldu. H-flor, H-xlor, H-brom, H-yod istiqamətində rabitənin uzunluğu, turşuluq xassəsi, reduksiyicilik artır. Deməli, bir də göstərək. Dedik H-flordan sonra nə gəlir? H-xlor. Rabitədə soruşulur, amma halogenlərdə də keçək uşaqlar. H-brom və H-yod. Bax, bu istiqamətdə nə edirik? Rabitənin uzunluğu, rabitənin uzunluğu, sonra turşuluq xassəsi, reduksiya edicilik, redi yazıram, yəni reduksiya edicilik nə edir? Artır. Ancaq bunlar artdı. Ancaq polyarlıq və davamlılıq, yəni ən sonda duran məsələn H-yod nədir? Daha az davamlıdır, azalır. Polyarlıq davamlılıq azalır. H-florun davamlılığı daha çoxdur H-xlordan. H-xlorun davamlılığı H-bromdan daha çoxdur. Yəni H-florun polyarlığı H-xlordan daha çoxdur. H-xlorun polyarlığı H-bromdan daha çoxdur. Ən az H-yodda, yəni ən az polyarlıq və davamlılıq H-yoddadır. Amma ən çox reduksiyicilik H-yoddadır. Turşuluq xassəsi ən çox H-yodda çoxdur. Rabitənin uzunluğu ən çox H-yodda çoxdur deyə bilərik. Gəlin danışaq, buranı silim səliqəli, göz yormasın. İndi danışaq biz kristal qəfəsin tiplərindən. Hansı ki, bundan da çox rastlaşırıq. Deməli, kristal qəfəsin 4 tipi var uşaqlar. 1 ion kristal qəfəs, 2 atom kristal qəfəs, 3 metal, 4 də molekul kristal qəfəsi. İon kristal qəfəsinə ion rabitəli bütün maddələr aiddir. İon rabitə nə idi? Metal və qeyri-metal arasında. Məsələn, dedik nədir? Natrium xlor. Natrium xlorda ion rabitəsi varsa, deməli, ion kristal qəfəsi də var. Sonra gəldik atom kristal qəfəsinə. Atom kristal qəfəsinə isə aiddir. Bunu yazacağım. Almaz, qrafit, karbin, bor, silisium, qum, silisium karbid, bor, qırmızı və qara fosfor. Bunlar hamısı nədir? Atom kristal qəfəsinə. Deməli, yazıram. Almaz. Siz də yazın. Onu daha yaxşı yadınızda qalacaq uşaqlar. Mən qeyd edəcək, sizlər də qeyd edin. Almaz, qrafit, karbin, fosforun 2 növü. Qırmızı, fosfor, P yazdım və bir də qara fosfor. Sonra eyni şəkildə boru görürük. Buradan silisiumu görürük, silisiumu için görürük. Və bunlar hamısı nədir? Bunlar almaz. Atom kristal qəfəsi almaz nədir? Aha. Bunlar əmələ gətirir atom kristal qəfəsini. Bir də üstündən keçirəm. Almaz. Aha. Almaz, qrafit, karbin, qırmızı fosfor, qara fosfor, bordu, silisiumdu, silisium oksid. Bunlar nə oldu? Atom kristal qəfəsi əmələ gətirdilər. İndi keçək biz metal kristal qəfəsinə. Metal kristal qəfəsində isə uşaqlar bütün metallar, məsələn gümüş, bütün metalları bura aid eləyə bilərsiniz metal kristal qəfəsində. Necə bayaq dedik, xromdu, alüminiumdu, dəmirdi, misdi. İndi gəlin molekul kristal qəfəsinə. Adətən ionla metalı bildiyimizə görə, yəni ion kristal qəfəsinə
ion rabitələr, metal kristal qəfəsində metallar. İndi gəlin molekulun atomdan danışdıq, indi molekuldan danışaq. Buranı silim. Aha, molekul kristal qəfəsinizdə AŞ molekul qəfəsinə malik olanlar, aqreqat halı bərk olanlar. Deməli, molekul kristal qəfəsini aqreqat halı bərk olanlar aiddir, düzdürmü? Aqreqat halı bərk olanlar. Aha, danışırıq. Məsələn, burada aiddir P2O5, sonra H3PO4. Bunlar nədir? Molekul kristal qəfəsidir. S8, fosfordan ağ fosfor, bax bu düşür. Bizdə də dedik qırmızı qara fosfor atom kristal qəfəsidir. Ağ fosfor isə nədir? Ağ fosforun altına çizərək yazıram. Molekul kristal qəfəsinə aiddir. Əsas ağ fosfor. Nə oldu? Ağ fosfor molekul kristal qəfəsi oldu. Deməli, qırmızı və bir də yazıram. Qırmızı, qara, fosfor. Bu oldu nə? Atom kristal qəfəs. Amma ağ fosfor nə oldu? Molekul kristal qəfəsinə malik oldu. Bərk halda molekul kristal qəfəsini əmələ gətirənlərə gəlin baxaq. Bunlara aid oldu. Bromdur, sudur, SO3, H-flordur. Bunlar nədir? Bərk halda molekul qəfəsi aid olanlar maye və bərk qaz halında olur və bunlar da ona nümunələrdir. Atom, metal və ion qəfəsinə malik olanlar qeyri molekülər quruluşlu molekul qəfəsinə malik olanları molekülər quruluş qəfəs əmələ gətirir deyirik. Uşaqlar, bir də var xətti quruluşlu. Xətti quruluşlu. Bir də var bucaq quruluşlu. Gəlin bunun ikisinin fərqini izah eləyək. Aha, xətti quruluşlu nədir? Bucaq quruluşlu nədir? Uşaqlar, xəttiyə biz aid edəcəyik 2 atomlu molekullar və sp hibrid halında olanlar. Sp hibrid halında olanlar hansılar idi? Ya 3 qat çıxmalıydı, ya da hər iki tərəfdən 2 qat çıxmalıydı, düzdürmü? Yəni, berilyum H2, berilyum brom, berilyum flor, CO2, berilyum xlor, CS2, C2H2. Ya 3 qat olmalıdır sp, ya da hər iki tərəfə 2 qat. Yəni, bax bu. Ya da belə. Bu nədir? SP. Bu da nədir? SP. Bunlar hamısı sp hibrid halındadılar. Yəni, xətti quruluşludular. Bu şəkildə. Xətti quruluşda neçə dərəcə idi uşaqlar? 180 dərəcə idi. Xətti quruluşlu olmaq üçün nə olmalıdır? 180 dərəcə oldu bizə xətti quruluş. Sonra bax, SP dedik 180 dərəcədir. SP2 oldu 120 dərəcə. SP3-ümüz isə oldu bizdə 109 dərəcə 28 dəqiqə. Aha. Xətti quruluş dedik ya 2 atomlu olmalıdır. Məsələn, H2 ola bilər, flor 2 ola bilər, ya da H-florun özü də ola bilər, N2 də ola bilər. Yəni 2 atom olsun. Bucaq quruluşlar isə bunlar uşaqlar əzbərləyirik. P4, S8, bor flor 3, bor xlor 3, bor xlor 3, bor flor 3, CH4, NH3, su, CO2, SO3. Zaten xətti quruluşlar bilsəz, cavablardan çıxsız qalanlar da nədir? Bucaq quruluşlu olmuş olur.